Vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün mart ayının 3-ü, həftənin çərşənbə axşamı günü 2026-cı ildə son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. İsrailin Tehran üzərinə hava hücumları yenə də davam edir. Paytaxtın müxtəlif istiqamətlərində partlayış səslərinin eşidildiyi, bir sıra obyektlərə ziyan dəydiyi bildirilir. Yerli mənbələrin yaydığı məlumata görə zərbələr nəticəsində UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş Gülüstan sarayı da dağıntılara məruz qalıb. Qacarlar dövrünə aid olan və İranın ən mühüm tarixi memarlıq komplekslərindən sayılan Gülüstan sarayı paytaxt Tehranın mərkəzində yerləşir. İlkin məlumatlarda saray kompleksinin bir neçə hissəsinin zədələndiyi, tarixi interyer və dekor elementlərinə ziyan dəydiyi qeyd olunur. Rəsmi Tehran mədəni irs obyektinə dəyən zərərin ölkənin tarixi kimliyinə qarşı hücum kimi qiymətləndirir və məsələ ilə bağlı beynəlxalq qurumlara müraciət ediləcəyini açıqlayıb.